Bismillah, velhamdülillah, ve salatu ve selamu ala Resulillah, əmmə ba'd. Esselamu aleykum və rahmetullahi və barakatuhu. Deməli, İmam Əhməd, rahiməhullah, vaid hədisləri barədə, vaid nasları barədə danışandan sonra etiqadla əlaqəli başqa bir məsələyə keçir. Və bu məsələ də, bu risalədə son iki məsələdən birisidir. Yəni, risalənin qurtarmağına iki məsələ qalıb, onlardan birisi də budur. Və bu məsələ, qeyd edəcəyimiz bugünkü dərsdə qeyd olunacaq bu məsələ, ola bilsin bugün, indiki dövrdə çox da aktual olmayan məsələlərdəndir, ola bilsin. Çünki bidət əhli bu mövzunu çox dillərində dolaşdırmır. Ümumiyyətlə, adətən bir mövzu haçan aktual olur, o zaman ki, əksər bidət firqələri o etiqadda olur, əhl-i sünnətin müqabilində. Ona görə o mövzu heç vaxt gündəmdən düşmür. Elə mövzu var ki, o mövzu bidət əhlindən bir firqəyə, az bir zümrəyə aid olur. Və digər bidət firqələri o məsələdə əhl-i sünnə ilə müttəfiq olur. Ona görə o məsələ çox aktual olmur, gündəmdə olmur. Və bəzən elə olur ki, unudulub gedir. O mövzulardan birisi, məsələn, navasiblik, yəni əhl-i beytə düşmənçilik. Bu vaxtı ilə Şam bölgəsində ortaya çıxan bir təriqət olub, yəni firqə olub. Necə ki, rafizilər əhl-i beyti ucaldıblar, ilahlaşdırıblar və deyiblər ki, onlar məsumdular, peyğəmbərlər kimi və sonra deyiblər, hətta peyğəmbərlərdən də üstündülər və sonra öz aralarında ixtilaf ediblər ki, görəsən Allah Rasulü üstündür yoxsa Əli və bu kimi. Və bunların da müqabilində navasiblər çıxıb Şamda və onlar da əhl-i beytə düşmən kəsiliblər. Əhl-i beytə düşmənçiliyi Allaha ibadət sayıblar. Və elə etiqad ediblər ki, ümməti onlar parçalayıb. Hüseynin Yezidə qarşı çıxması və s. məsələlər. Amma bu günümüzdə navasib firqəsi firqə olaraq qalıbmı? Qalmayıb. Hətta nəinki firqə olaraq, ümumiyyətlə bu fikir, yəni əhl-i beytə düşmən kəsilmək fikri hansısa bir zümrədə qalıbmı? Qalmayıb. Aydındır və bu kimi. Və İmam Əhməd rahiməhullah buyurur ki, وَالْجَنَّةُ وَالنَّارُ مَخْلُوقَتَانِ قَدْ خُلِقَتَا كَمَا جَاءَ عَنْ رَسُولِ اللّٰهِ صَلَّى اللّٰهُ عَلَيْهِ وَسَلَّمْ Cənnət və cəhənnəm hər ikisi də məxluqdur. قَدْ خُلِقَتَا Cənnət və cəhənnəm hər ikisi də yaradılıb, yəni hər ikisi də hal-hazırda mövcuddur. Kəmə cəə an Rasulillahi sallallahu aleyhi və səlləm. Necə ki, bu Peyğəmbər sallallahu aleyhi və səlləmdən varid olub. Və sonra İmam Əhməd rahiməhullah oxuyacaq o hədisləri. Bunu qeyd edəndən sonra bəzi hədisləri gətirir. Və buyurur ki, qeyd etdiyi hədislərdən birisi budur. Daxaltul cənnə fərəeytu qasra. Cənnətə daxil oldum və orada bir qəsr gördüm. Sizin üçün rahatdır orada. Ya söykənəsiz. Ya gəlin bura. Yəni bu mövzu, qardaşlar, bu mövzu İmam Əhməd rahiməhullahın zamanında məşhur mövzulardan birisi olub. Bu mövzu. Nə üçün? Çünki Mu'təzilə məzhəbi etiqad edib ki, cənnət və cəhənnəm hal-hazırda mövcud deyil. Allah Azza və Cəllə kitabında, Rasulunun dili ilə sünnətində möminlərə cənnəti və kafirlərə, mücrimlərə cəhənnəmi vəd edir. Və lakin bu cənnət, bu cəhənnəm qiyamət günü yaradılacaq. Hal-hazırda mövcud deyil. Onlar belə etiqad edirlər. Və çox qəribəsi bundadır ki, məsələn, bizim cəmiyyətdə də bəzi cahillər, hətta deyərdim bir çox cahillər özləri də bilmədən bu etiqaddadırlar. Məsələn,
şəriətdən cahil olan insanların çoxsu elə bilir ki, yəni hal-hazırda cənnət, cəhənnəm yoxdur. O kəs ki, etiqad edir ki, insanlar diriləcək qiyamət günü, o elə zənn edir ki, cənnət, cəhənnəm qiyamət günü yaradılacaq. Hal-hazırda mövcud deyil. Bəzi cahillər də belə zənn edir. Və bu bizdə var. Məsələn, insanlar deyir ki, özləri də bilmədən bizdə insanların çoxsu məsələn murciə əqidəsindədir. Deyirlər ki, qəlbin təmiz oldu, bəs edir. Bu, irca əqidəsidir, amma bunlar bilmirlər bunu. Amma əsli budur. Həmçinin bu məsələ. İnsanların çoxsu bunu bilmir, amma bir çox insan belə etiqad edir. Hal-hazırda da, cahillərdən. Elə bilirlər ki, hal-hazırda cənnət, cəhənnəm mövcud deyil. Qiyamət günü yaradılacaq. Və bu Mu'təzilənin əqidəsi olub. Onlar belə etiqad ediblər. Və bu etiqadın səbəbi nə olub? Əsas səbəbi olub ki, belə təbii ki, Quran və sünnədən bir dəlilləri olmayıb. Yəni, onların o qədər xarab, batil əqidələri olub. Məgər onlara Quran sünnədən dəlil olub, açıq, aydın, nas yox. Lakin onlar bu etiqadlarını nəyin üzərində qurublar? Onlar etiqad qurmamışdan öncə, bu tək Mu'təziləyə yox, bütün bidət əhlinə xasdır. Onlar etiqad qurmamışdan öncə, bir şey etiqad etməmişdən öncə, onlar müəyyən qaydaları, o qaydalar ki, onlara Yunan fəlsəfəsindən keçib. O qaydaları mənimsəyiblər. Ümumiyyətlə, bu problemlər İslam dünyasında haçan əmələ gəldi? O zaman ki, İslam coğrafiyası genişləndi, kafir diyarları fəth edildi və Yunan fəlsəfəsi, çünki o kitablar ərəb dilində deyildi. Ərəblər o kitablarla tanış deyildilər və o kitablar tərcümə olunur ərəb dilinə və girir müsəlman cəmiyyətinə və özünü elmə nisbət edən bu insanların əlinə. Və onlar başlayırlar bunu oxumağa və artıq bir gün, 2 gün, bir müddətdən sonra bunu mənimsəyirlər. Özləri bilərək, bilməyərək, hiss edərək, etməyərək. Və onlarda belə bir qənaət formalaşır ki, şəriətdə əsas hökm verən, yəni haqqı batildən ayıran meyar ağıldır. Yəni, ağlı qoyurlar mərkəzə, Quran və sünnə onun ətrafında dövr edir. Nə ki, müvafiqdir, götürürlər. Nə ki, özlərinə görə, ağıllarına görə müxalifdirsə, onu rədd edirlər. Və o məsələlərdən də birisi budur. Yəni, onlar etiqad qurub, sonra dəlil axtarırlar. Halbuki əksi olmalıdır. İnsan birinci dəlilə baxmalıdır və dəlil səni hara aparırsa, aydındır və ona uyğun da etiqad qurmalısan. Və Mu'təzilə məzhəbinin ümumiyyətlə etiqadla əlaqəli əksər etiqadi məsələlərdə, əksər problemlərin əsli bunlardır, Mu'təzilədir. Əksəriyyəti. Məsələn, bugün Şiə məzhəbini götür, imamət məsələsini çıxsan, vilayət, xilafət məsələsini çıxsan, məzhəb eyni ilə Mu'təzilən məzhəbidir. Heç bir fərq yoxdur əqidədə. Yəni, bunlar özlərindən hansısa bir etiqad ortaya çıxarmayıblar. Yəni, hansı ki, o təsəvvürü yaradırlar, yəni əhl-i beytdən bir əqidə gəlib bizə və biz də bunun üzərində əqidə qurmuşuq və belə deyil. Mu'təzilənin əqidəsidir. Yaxşı, siz etiqadınızı əhl-i beytin məzhəbi üzərində qurmuşsunuzsa, bəs Mu'təzilə nəyin üzərində qurub? Onlar Yunan fəlsəfəsindən götürüblər bunu. Əsli buradadır. Aydındır və etiqad da edirlər buna. Və həmçinin bu Mu'təzilənin bu əqidəsinin çox yayılmamasına səbəblərdən də birisi rafizlərin bu əqidədə olmamasıdır. Çünki Mu'təzilə məzhəbinin o digər etiqad əsasları ki var, istər ad və sifətlərdə olsun, istər qədər məsələsində olsun, istər rü'yətullah məsələsi olsun, insanın iradəsi məsələsi və digər məsələlər. Rafizlərlə müştərəkdirlər. Və rafizlərin hesabına bu məzhəbin əsasları yayıldı. Səbəblərdən birisidir.
Bu məsələdə rafizlər onlara müxalif olub. Bu məsələdə. Və səbəblərdən də birisidir ki, bu məsələ çox yayılmayıb. Bidət əhli içərisində. Və təbii ki, əşarilər, maturidlər və qeyrilər də bu məsələdə Mu'təziləyə müxalifdirlər. Amma olub, bəzi rafizə alimləri olub, Seyyid Rəzi kimi. O, bu etiqadda olub. Ki, cənnət və cəhənnəm hələm yaradılmayıb. Onlardan olub. Mu'təzilən bu etiqadında qalanlar. Ümumiyyətlə, Mu'təzilə və Cəhmi etiqadında belə bir şey var. Onlar deyirlər ki, filan şeyi etmək Allaha yaraşmaz. Filan şeyi etmək Allaha vacibdir. Onlarda belə istilahlar var. Yəni, sən bəşər kimsən ki, nəyisə Allaha yaraşdırasan, nəyisə Allaha vacib edəsən. Yəni, Allaha vacibdir ki, belə eləsin. Aydındır. Bu, onlarda etiqadın əsaslarındandır. Bu yoldan, bu qapıdan yola çıxaraq bu nəticəyə gəliblər. Onlar deyiblər ki, əgər Allah Azza və Cəllə hal-hazırda cənnəti, cəhənnəmi yaradıbsa, elə təsəvvür edin ki, bir insan bir qəsr tikib və ömrü boyunca insanları oradan məhrum edib. Bütün həyatı boyunca, əsrlər boyunca insanları ondan məhrum edib. Həmin insana nə deyərlər? Deyərlər ki, sən boş-boşuna qəsr tikmisən. Düzdürmü? Yəni, əbəs yerə qəsr tikmisən. Qəsr tikmisən, ondan heç kəs faydalanmır. Yəni, bu insana nisbətdə əbəs sayılır ya yox. Əbəs sayılır. Eyb sayılır, haradasa. Bunu nisbət ediblər Allaha. Yəni, Allah Azza və Cəllənin feillərini məxluqun feilləri ilə qiyas ediblər. Ona görə əhl-i-sünnə alimləri deyirlər ki, Mu'təzilə, Cəhmilər fəhum müşəbbihə fi bəbil əf'al, əf'alillahi Teala. Onlar Allahın, hansı ki, onlar əhl-i-sünnətə müşəbbihə deyirlər. Müşəbbihə yəni Allahı məxluqa bəhs edənlər. Əhl-i-sünnə alimlər deyirlər ki, onlar əslində Allahın feilləri məsələsində müşəbbihədirlər. Çünki Allah Azza və Cəllənin feilləri ilə əlaqəli bütün məsələlərdə onu müqayisə ediblər məxluqla. O məsələlərdən də birisi budur. Bu məsələni qiyas ediblər insana və deyiblər ki, Allah Azza və Cəllənin cənnətə heç kəs, cəhənnəmə heç kəs girməyəcəksə, təsəvvür edin, Adəm əleyhissalam yaradılmamışdan öncə cənnət, cəhənnəm yaradılır. O vaxtdan bu vaxta neçə 100 min illər keçib və qiyamət nə zaman olacaq? Bütün bu illər ərzində cənnət, cəhənnəm boşuna belə deyiblər. Əbəs yerə və deyiblər Allah bundan münnəzzəhdir. Ağıl, özlərindən bir etiqad qurublar və təsəvvür edin, Qur'an və sünnədə tavatürən, yəni bir deyil, iki deyil, hansını sayasan, tavatürən bu barədə varid olan dəlillər ki var, hamısını təvil ediblər, atıblar bir kənara. Nə var, bu əqli, dırnaq arası dəllə müvafiq gəlmədiyinə görə. Aydındır. Və həmçinin dəlil olaraq nəyi gətiriblər? Bu da əqli dəlildir. Deyiblər ki, elə dedikləri bu məsələ ilə əlaqəlidir və bir də bunu əlavə ediblər. Deyiblər ki, qiyamət qopanda hər şey məhv olacaq. Cənnət də cəhənnəm də məhv olandan sonra Allah Azza və Cəllə yenidən cənnəti, cəhənnəmi yaradacaqsa, bunu elə kainatı xəlq edəndə niyə yaratmışdı? Yəni, əbəs məsələsinə qaytarırlar. Burada da zəlalətə düşüblər. Çünki qiyamət qopanda, necə ki, Quran və sünnədə gəlib, hər şey məhv olacaq. Lakin bu hər şey deyəndə biz nəyi nəzərdə tuturuq? Allah Azza və Cəllənin həlakını murad etdiyi, istədiyi hər şey. Lakin bundan istisnalar olacaq, bəli, istisnalar olacaq. Məsələn, ərş, kürsü, məsələn, cənnət, cəhənnəm. Qiyamət qopanda cənnət, cəhənnəm məhv olmayacaq. Allah Azza və Cəllə cənnəti və cəhənnəmi haçansa məhv olsun deyə yaratmayıb. Əbədi həyat olaraq yaradıb və yaratdığı gündən belə də vəsf edib. Və İmam Əhməd rahiməhullah qeyd edir ki, qad xuliqətə, cənnət, cəhənnəm hər ikisi də yaradılıb
Kəmə cəə an Rasulillahi sallallahu aleyhi və səlləm. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnətində bu belə varid olub. Təbii ki, cənnətin, cəhənnəmin məxluq olduğuna, yaradıldığına dəlil Qur'andır, sünnədir və icmadır. Yəni, tavatürən sabit olan dəlildir. Ona görə sonra İmam Əhmədin sözü gələcək. İmam Əhməd bunun əksini deyəni kafir sayır. Çünki bu, Quran və sünnəni inkar etməyə mislindədir. Kim buna etiqad edirsə. Çünki Quran və sünnədə buna dəlalət edən dəlillər o qədər çoxdur. Ki, bunları hamısını hansısa bir çürük, əqli, dırnaq arası dəlilə görə kənara atmaq, bu küfrün özüdür. Bu küfür deyilsə, onda küfür nədir? Əgər bu küfür deyilsə, onda hər kəs Quranda sabit olan, sünnədə sabit olan istədiyi hər şeyi inkar edə bilər. Hansısa batil təvillə, kəsərli olmayan təvillə. Aydındır. Və İmam Əhməd Rahiməhullahın zamanında bu mövzu çox aktual mövzu idi. Ona görə imam bu məsələni digər əhl-i sünnə imamları kimi etiqad kitabında qeyd edir. Qeyd edir ki, bax bu əhl-i sünnətin etiqad əsaslarından birisidir ki, sən etiqad etməlisən. İnanmalısan ki, hal-hazırda cənnət və cəhənnəm mövcuddur, var. Və bəzi hədisləri qeyd edir. Bildiyimiz hədislərdir. Məsələn, Allah Rasulü buyurur ki, Dəxaltul cənnə fəraitu qasra. Meyrac gecəsi Peyğəmbər sallallahu aleyhi və səlləm cənnəti görüb, bəli. Cənnətə girib, bəli. Cəhənnəmi görüb, cəhənnəmə boylanıb, bəli. Bu, elə kifayət edən dəlildir. Cənnətin və cəhənnəmin hal-hazırda var olduğuna. Əgər cənnət, cəhənnəm var olmasaydı, Allah Rasulü Meyrac gecəsində hara getmişdi? Allah Azze və Cəllə buyurur ki, وَلَقَدْ رَآهُ نَزْلَةً أُخْرَى عِنْدَ سِدْرَةِ الْمُنْتَهَى عِنْدَهَا جَنَّةُ الْمَأْوَى. Peyğəmbər sallallahu aleyhi və səlləm onu, yəni kimi, Cəbrailı bir dəfə də gördü. Harada? عِنْدَ سِدْرَةِ الْمُنْتَهَى. Sidr ağacının yanında. Allah Rasulü aleyhissalatu vesselam Cəbrailı öz şəklində 2 dəfə görüb. Öz şəklində. Başqa vaxtlar Cəbrailı müxtəlif şəkillərdə görürdü. Ya insan şəklində, ya adi bir mələk şəklində. Öz şəklində, yəni 600 qanadla, öz şəklində 2 dəfə görüb. Bir, Hira mağarasında ilk vəhiy nazil olandan sonra ki, mağaradan çıxır, evinə doğru qaça-qaça gedir, o həyəcanla, onda başını qaldırır, görür ki, bütün üfüqü Cəbrail qanadları ilə bürüyüb. Hara baxırdı, onu görürdü. Və evinə gedənəcən Cəbrail deyirdi ki, Ənə Cibril və əntə Rasulullah. Mən Cəbrailəm, sən isə Allahın Rasulusan. Təsəvvürlə, insan hara baxır, Cəbraili görür. Hara baxır. Elə bil ki, yer üzünü qucaqlayıb, qanadlarını alıb. Və ona görə evinə girəndə Xədicə anamıza deyir ki, məni ört. Və Allah Rasulunu örtür və heç bu hal, yəni Xədicə anamız Peyğəmbər sallallahu aleyhi ve sellem üstünü örtür. Örtüyün altına girir. Bu hal ondan keçməmiş Cəbrail aleyhissalam gəlir, deyir ki, Yə əyyuhəl müddəthir, qum fəənzir. Ey örtüyünə bürünən, qalx və insanlara xəbərdarlıq elə. Yəni yatmaq vaxtı deyil. Bu, ikinci nazil olan ayədir. Bəzi alimlər deyirlər ki, İqra bismi rabbikəlləzi xalaq ayəsi ilə Allah Rasulü nübüvvət məqamına, bu ayə ilə risalət məqamına yüksəldi. Bu cür ayrım edən alimlər var. O alimlər ki, Nəbi ilə Rasul arasında fərq görürlər və təbii ki, fərq var. Lakin baxır, hansı alim fərqi hansı yöndə görür. Və ikinci yerdə Peyğəmbər sallallahu aleyhi və səlləmin Cəbrailı sidr ağacının yanında görməsidir. وَلَقَدْ رَآهُ نَزْلَةً أُخْرَى ayədə o gəlir. Nəzm surəsində və onu ikinci bir dəfə gördü. Allah Rasulü harda? Sidr ağacının yanında. Ayənin davamına bax. وَعِنْدَهَا جَنَّةُ الْمَأْوَى. Onun da yanında mə'va cənnəti var. Yəni bu deməli yaradılıb da, deməli var.
Yəni Allah Rəsulu Cəbraili sidr ağacının yanında görəndə və o sidr ağacı da Sidratul Muntəhə mə'va cənnəti o ağacın yanındadır. Və indəhə cənnətul mə'va. Quranda açıq aydın ayədir. Və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləmin Meyrac gecəsi cənnətə girməsi və cəhənnəmi görməsi. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm sahabələrə deyirdi ki, fəeymulləzi nəfsi biyədi. Nəfsim canında, nəfsim əlində olan Allaha and olsun ki, ləv rəeytum mə rəeytu lə dahiktum qalilə və bəkeytum kəthira. Əgər siz mənim gördüklərimi görsəydiniz, heç şübhəsiz ki, az gülər və çox ağlardınız. Sahabələr soruşdular ki, ey Allahın Rəsulu, məzə rəeyt? Sən nə gördün? Dedi ki, əl-cənnətə və-nar. Cəhənnəmi və cənnəti. Allah Rəsulu cənnəti, cəhənnəmi öz gözləri ilə görüb, bəli, görüb. Bu dəlildir ki, cənnət, cəhənnəm hal-hazırda mövcuddur. Bu təvatürən sabitdir. Allah Azza və Cəllə Adəmə xitabən nə deyir? Ya Ədəm uskun əntə və zəvcükəl cənnə. Ey Adəm, sən və zövcən cənnətdə məskun ol. Olmayan bir yerdə, aydındır, və bu kimi. Və həmçinin sünnədən nə qədər dəlillər var. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, şəhidlərin ruhları cənnət quşlarının, yaşıl cənnət quşlarının boğazındadır. Cənnət quşlarının. Ona görə ayədə gəlir ki, onlara ölü deməyin. Onlar sağdılar bizim yanımızda. Yəni cənnətdə. Yəni şəhidlər doğrudan da sağdılar. Bəli. Yəni nə mənada? O mənada ki, onların ruhları hal-hazırda cisim sahibidirlər. Cənnətdə ruzlanırlar. Lakin o cisim quş cismidir. Və onlar cənnətdədirlər. O mənada onlar diridirlər. Bu özü cənnətin hal-hazırda var olduğunun sübutudur ya yox. Yüzlərlə dəlildən birisidir. Ona görə İmam Buxar rahiməhullah kitabında, Səhih əsərində, Səhih Buxarda ayrıca bölüm açıb. Bəb mə cəə fi sifətil cənnə və ənəhə məxluqa. Bölüm açıb ki, cənnətin vəsfi barədə gələn hədislər və ənəhə məxluqa və onun məxluq olması, yaradılmış olması. İmam Buxar rahiməhullah da buna fikir verib. Hətta buna aid Mu'təziləyə rədd olsun deyə, Cəhmilər rədd olsun deyə ayrıca bölüm açıb ki, və ənəhə məxluqa. Və cənnət hal-hazırda mövcuddur, məxluqdur, yaradılıb. Və buna dəlalət edən hədisləri gətirir həmin babda, həmin bölümdə. Və İmam Əhməd rahiməhullah da o hədislərdən bəzilərini qeyd edir. Ki, dəxaltul cənnə fəraytu qasra, cənnətə daxil oldum və orada bir qəsr gördüm. Hədisləri qısa-qısa qeyd edir. Və buyurur ki, vəraytul kəvsər, Kövsəri gördüm. Çünki Allah Rasulü hədisin tamı belədir ki, cənnətdə gəzəndə bir çay görür və Cəbraildən soruşur, bu nədir? Deyir ki, bu Allahın sənə vəd etdiyi, sənə əta etdiyi həmin Kövsərdir. İnna a'taynakal Kövsər, biz sənə Kövsəri əta etdik, həmin bax, o çay budur. Və İmam Əhməd həmin hədisi qeyd edir. Və ra'aytul Kövsər. Və həmçinin mən Kövsəri gördüm. Yəni cənnətdə, deməli cənnət mövcuddur. Və təla'tu fil cənnə fərəeytu əksərə əhliha əl-fuqara. Cənnətə boylandım və onun əksəriyyətinin, cənnət əhlinin əksəriyyətinin kasıblar olduğunu gördüm. Və kəzə, və bu qəbildən olan hədislər. Və təla'tu finnar fərəeytu əksərə əhliha ən-nisə. Cəhənnəmə boylandım və onun əhlinin əksəriyyətinin qadınlar olduğunu gördüm. Və bu qəbildən olan hədislər və o hədislərin biri də bu hədisdir ki, cənnətin və cəhənnəmin ilk anda yaradılışı ilə əlaqəli hədisdir. İmam Tirmizi rahimehullah Sünənində rəvayət edib və başqa hədis alimləri və hədis də səhihdir. Allah Azza və Cəllə hətta insanları, Adəmi xəlq etməmişdən qabaq cənnəti, cəhənnəmi xəlq edir və Cəbrailə deyir ki, əmr edir ki, get cənnətə bax. Cəbrail gedir cənnətə baxır və deyir ki, ya Rabbi,
mümkün deyil ki, kimsə bu nemət barədə eşidə və ora daxil olmaz. Mümkün deyil. Kimsə cənnət barədə eşitsin və ora daxil olmasın. Yəni Cəbrail əleyhissalam elə zənn edir ki, cənnət insanlarla dolub daşacaq. Və sonra Allah Azza və Cəllə cənnətin ətrafını xoşa gəlməyən şeylərlə əhatə edir. Nə mənada? O mənada ki, cənnətə gedən yol asandır, asan deyil. Çətindir, asan deyil. Və Cəbrailə əmr edir ki, ged yenidən bax. Cəbrail gedir, baxır, o cənnətə aparan yolu görür və deyir, ya Rabbi, indi qorxuram ki, cənnətə heç kəs girməsin. Və sonra əmr edir ki, get cəhənnəmə bax. Cəbrail cəhənnəmi görəndə deyir ki, ya Rabbi, İnanmıram ki, kimsə bunun barədə eşitsin və ora girsin. Cəbrail elə zənn edir ki, cəhənnəm boş qalacaq. Allahın vədi var. Ləəmləənnə cəhənnəmə minəl cinnəti və nəsə əcmain. Quranda neçə ayədə gəlib. Allah vəd edib. Cəhənnəmi insanlarla, cinlərlə dolduracam. Bu vəddir. Cəbrail deyir ki, elə zənn edir ki, ora heç kəs girməyəcək. Və sonra Allah Azza və Cəllə cəhənnəmin ətrafını, onu aparan yolu şəhvətlərlə bürüyür. Əhatə edir. Və Cəbrailə əmr edir ki, get bax. Və Cəbrail baxır, o cəhənnəmə aparan yolu görəndən sonra deyir ki, ya Rabbi, qorxuram ki, bu yolu görən hər kəs bu yola qədəm qoya. Hər kəs cəhənnəmə girə. Bu hədis özü də nəyin dəllidir? Deməli, cənnət və cəhənnəm yaradılıb, məxluqdur və hal-hazırda mövcuddur. Və bu təbii ki, əhl-i sünnətin icması da bunun üzərindədir. Bu məsələdə heç bir ixtilaf yoxdur. Və İmam Əhməd rahimehullah bunları qeyd edəndən sonra deyir ki, فَمَنْ زَعْمَ أَنَّهُمَا لَمْ تُخْلَقَا فَهُوَ مُكَذِّبٌ بِالْقُرْآنِ. Kim iddia etsə ki, cənnət və cəhənnəm hal-hazırda yaradılmayıb, o insan Qur'anı inkar edən birisidir. Yəni, Qur'anı inkar nədir? O demək deyil ki, kimsə mushafı əlinə götürsün, desin ki, mən Qur'ana inanmıram. Yəni, tək bu deyil. Və ya Qur'ana iman deyəndə biz Qur'anın 2 cildinə, mushafın 2 üzlüyünü nəzərdə tuturuq, yoxsa onun içindəkilərə? Bir insan desə ki, mən Qur'ana inanıram, axirəti inkar etsə, o Qur'ana inanmır. Və həmçinin İmam Əhməd rahimehullah bunu qeyd edir. Deyir ki, kim iddia etsə ki, cənnət və cəhənnəm hal-hazırda yaradılmayıb, fəhuvə mükəzzibun bil-Qur'an, o Qur'anı inkar edən birisidir. Və həmçinin və əhadisi Rasulillahi sallallahu aleyhi və səlləm, həmçinin də Peyğəmbər sallallahu aleyhi və səlləmin hədislərini inkar edən birisi. Və la əhsəbuhu yu'minu bil-cənnəti və-n-nar. Fikir verin. İmam Əhməd rahimehullah deyir ki, mən ümumiyyətlə inanmıram, etiqad etmirəm. Belə zənn etmirəm ki, belə birisi əslində cənnətə və cəhənnəmə iman edir. Aydındır? Bu məsələ ki var, bunun üzərində biraz duracağım. Yəni İmam Əhmədin deməsi ki, və la əhsəbuhu yu'minu bil-cənnəti və-n-nar, mən hesab etmirəm ki, belə birisi cənnətə və cəhənnəmə inanır. Bu məsələni biraz araşdıranda gördüm ki, İmam Əhməd rahimehullahdan onun məzhəbində İmam Əhmədin tələbələri və tələbələrinin tələbələri tərəfindən İmam Əhməd rahimehullah hansı etiqadi məsələlərə görə təkfir edib, o məsələlərə baxanda bu məsələni o məsələlərin içində gördüm. Yəni, bu İmam Əhmədin tək usul-u sünnədə qeydlədiyi məsələ deyil. Yəni, hətta İmam Əhmədin əshabından bəziləri etiqad kitablarında eyni ilə usul-u sünnə kimi, məsələn, kitablar yazıblar,
indi yadımda olanlardan biri Ar-Raddu aləl-Mubtədi'a, Bidət əhlinə rədd adında bir kitabdır. İbnül Bənnə Əl-Həmbəli olmalıdır, Əbul Həsən İbn Abdullah. Etiqadi məsələləri gətirir və sonra orada belə bir fəsil açır, bölüm açır. O etiqadi məsələlər ki, bunları inkara görə İmam Əhməd o kəsləri təkfir edib. Cəmi orada 7-8 dənə məsələ qeyd edir, onlardan birisi budur. Həmin kitabda da bu məsələ qeyd olunub. Ona görə İmam Əhmədin burada deməsi ki, وَلَا أَحْسَبُهُ يُؤْمِنُ بِالْجَنَّةِ وَالنَّارِ və ya فَهُوَ مُكَذِّبٌ بِالْقُرْآنِ, yəni kim belə desə, o Qur'anı inkar edən, cənnətə, cəhənnəmə iman etməyən birisidir. Yəni İmam Əhməd bunu elə həqqi mənada deyib. Aydındır. Və həmçinin ümumiyyətlə bilmək lazımdır ki, cənnətə və cəhənnəmə iman Əhl-i Sünnətin etiqadında əsasən 5 məsələyə imanla tamamlanır. Məsələn, necə ki, qədər məsələsi, qədərin neçə mərhələsi var və neçə mərtəbəsi? 4. Bunlardan biri naqis olsa, qədərə iman tam deyil. Bunlardan biri naqis olsa, ya sən Mu'təzilə məzhəbinə muvafiq olmusan, ya cəhmilərə, ya maturidilərə, əşarilərə, hər hansısa bir bidət firqəsinə muvafiq olmusan. Qədərin 4 mərtəbəsindən birində axsasan. Qədərə iman nə zaman tam, kamil olur? O zaman ki, qədərə imanın 4 mərtəbəsi ki var, bunlara tam, kamil şəkildə iman edəndən sonra. Cənnətə, cəhənnəmə iman da belədir. Cənnətə, cəhənnəmə iman 5 məsələ var. Əsasən 4-dür, birini özüm əlavə edirəm. Onlar hansılardır? Birincisi budur ki, cənnət və cəhənnəmin vəsfi ilə əlaqəli Quran və sünnədə səhih nə sabit olubsa onlara iman etmək. Ümumiyyətlə, cənnət və cəhənnəmin vəsfinə iman, bu tək cənnət cəhənnəmə aid deyil. Həmçinin mələklərə, həmçinin peyğəmbərlərə və digər məsələlər, bunlara iman 2 növdür. Var mucməl, var mufassal. Mucməl, yəni müxtəsər. Müxtəsər iman, bir də var mufassal, yəni təfsilatlı iman. Bunları biz bir-birindən ayırırıq. Təbii ki, burada Quran, yəni cənnətin, cəhənnəmin vəsfinə iman deyəndə ilk növbədə mücməl iman nəzərdə tutulur. Yəni, mömin iman edir ki, mücməl olaraq Quran və sünnədə, Allahın dinində cənnət və cəhənnəmin vəsfi olaraq nə sabit olubsa ona iman edirəm, ümumi olaraq. Amma təfsilata gəldikdə isə bu təfsilat, yəni təfsilatlı iman elmlə hasil olan imandır. Elmlə hasil olur. Aydındır? Kim məsələn cənnətin, cəhənnəmin vəsflərini oxuyur Quran və sünnədə, elmlə bunu bilir, artıq ona hüccət çatdı-çatmadı. Həmin o vəsflərə iman etmək ona fərz olur. Amma digərinə yox. Çünki bu təfsilatlı imandır. Və cənnət, cəhənnəm barədə onun imanı bu birisinin imanından çox oldu, olmadı? Çox oldu. Bu imanı artıran nə oldu? Elm. Və bu iman özü də 2 hissəyə bölünür. Bir var bu artım, kəmiyyətdədir, bir var keyfiyyətdə. Aydındır? Bu həmçinin nəyin dəllidir? Onun dəllidir ki, o kəslər ki deyirlər, iman yalnız əmələ nisbətdə artır, bu xətadır. İman qəlbə nisbətdə də artır. İbrahim əleyhissalam Rəbbindən nəyi istəmişdi? Ölülərin dirilməsini. Bu əmələ nisbətdə olan imandır, yoxsa qəlbə? Qəlbə. Məgər o iman etmirdi? İman edirdi. Ölülərin dirilməsini iman edirdi. Və o bunda yəqin idi, yəqin deyildi. Yəqin idi. Lakin bu yəqinlik hansı mərhələdə olan yəqinlik idi? İlmul yəqin. İlmul yəqin, yəni elmlə, vəhiy ilə sabit olan yəqinlik idi. Gözü ilə görməmişdi axı. Amma o Allahdan nə istəyirdi? Aynul yəqin. Və Allah Azza və Cəllə verdi onu ona. Ki, hətta qəlbi tam rahat olsun. Təbii ki, haqqul yəqin o zaman olur ki, insan özü diriləndə. Aydındır. Və belə. Və bu məsələ də belədir. Yəni, cənnət və cəhənnəmə iman 2 növdür. Var mücməl və bir də var müfəssəl.
Əl-mühim budur ki, birinci, müsəlman cənnət və cəhənnəm barədə Quran və sünnədə səhih olaraq cənnət və cəhənnəmin vəsfi ilə əlaqəli nə varid olubsa, ona nə çatıbsa, ona iman edir. Bu bir. İkincisi, cənnət və cəhənnəmə iman tamamlanmaz o zaman ki, bugün dərsdə götürdüyümüz mövzu. O zaman ki, sən etiqad edəsən ki, əl-cənnətu və-nar məxluqətən, mövcudətən, əl-ən. Hal-hazırda cənnət, cəhənnəm nədir? Mövcuddur, var, yaradılıb. Buna iman etmək cənnət və cəhənnəm barədə imanın rukunlarından birisidir. Bu bir. İkinci, həmçinin etiqad etməlisən ki, cənnət, cəhənnəm əbədidir. Bəzi firqələr olub, məsələn, cəhmilər, Cəhmi İbn Safvan kimi, onlar etiqad ediblər ki, cəhənnəm əzabı sonda sönəcək. Cəhənnəm yəni əbədi deyil. Və cəhənnəm, cənnət barədə etiqadın əsaslarından, rukunlarından birisi də budur. Budur ki, etiqad edəsən ki, cənnət və cəhənnəm nədir? Əbədidir, fani olmayacaq. Və buna dair Quran və sünnədə nə qədər dəlillər? Allah Azze və Cəllə cənnət, cəhənnəm barədə danışır və sonra buyurur ki, xalidinə fiyhə əbədə. Orada onlar əbədi qalacaqlar. Və üçüncü məsələ hansı məsələdir? Etiqad etmək ki, Allah Azze və Cəllə cənnəti və cəhənnəmi dolduracaq. Buna etiqad etmək cənnət və cəhənnəm barədə etiqadın əsaslarından birisidir. Nə üçün bilirsiniz? Çünki bu Quranda və sünnədə varid olub. Allahın vədi olaraq. Allah da vədinə xilaf çıxmaz. Ona görə insan buna etiqad etməlidir. Və bu cənnət, cəhənnəm barədə etiqadın rukunlarındandır. Ki, cənnət və cəhənnəm əhli ilə dolacaq. Allah Azze və Cəllə buyurur ki, vəd edir Quranda, bir neçə yerdə gəlib, bir yerdə yox, bir neçə yerdə. Ləəmləənnə cəhənnəmə minəl cinnəti və nəsə əcməin. Vəd edir ki, cəhənnəmi insanlarla və cinlərlə dolduracam. Bu Allahın vədidir. Ona görə qiyamət günü cəhənnəmliklər cəhənnəmə atılandan sonra Allah Azze və Cəllə buyurur ki, وَيَوْمَ نَقُولُ لِجَهَنَّمَ Biz qiyamət günü cəhənnəmə deyəcək, həlim tələt, doldun mu? Bu əsasdır, fikir ver. Çünki Allah bunu vəd edir. Doldun mu? Deyəcək ki, həlmin məzid, yenə də var. Və Allah Azza və Cəllə Allahın adilliyinin kamilliyindəndir ki, Allah Azza və Cəllə heç bir şər, əməl etməyən kəsə zülm etməz. Ona görə cəhənnəmdə əzab çəksinlər deyə, cəhənnəm dolsun deyə ayrıca məxluqlar yaratmayacaq. Və öz qədəmini cəhənnəmə salacaq və cəhənnəm büküləcək və deyəcək ki, bəsdir, kifayətdir. Cənnətdə qalan boşluq üçün Allahın fəzlindən, lütfündən, rəhmətindəndir ki, yeni məxluqlar yaradacaq. Heç bir əməl etməmiş. Bəşər, insan övladı yox. Başqa məxluqlar. Və Allah Azza və Cəllənin rəhmətinin və adilliyinin kamilliyindəndir. Fikir verdiniz, bu Quran və sünnədə varid olub. Ona görə bu cənnət və cəhənnəmə imanın əsaslarındandır. Ki, etiqad edəsən ki, cənnət və cəhənnəm dolacaq. Cəhənnəm o formada, cənnət də bu formada. Və bunu biləndən sonra ki, Allah Azze və Cəllə heç bir əməl etməmiş, bundan öncə yaradılmamış, varlığı olmamış məxluqları məhz cənnət üçün yaradacaq. Bunu biləndən sonra Allah Azza və Cəllənin şəfayəti ilə cəhənnəmdən çıxacaq, ləm ya'məlu lillahi xayran qat hədisini anlamaq bizə artıq çətin olmur. Keçən dərslərdə götürmüşdük.
Allah Azza və Cəllənin rəhməti ilə bir qrup insan cəhənnəmdən çıxacaq, yanıb kül olmuş. O insanlar ki, hətta Peyğəmbər sallallahu aleyhi və səlləmin şəfaəti belə onlara çata bilən deyil. Yalnız Allah Azza və Cəllənin rəhməti ilə çıxacaq. Allahın şəfaəti ilə. Kimlər də onlar? Hədisdə gəlir, ləm ya'malu lillahi xayran qat. Allah üçün heç bir xeyir əməl etməyən insanlar cəhənnəmdən. Cəhənnəmdən çıxan son zümrədir. Son zümrə. Hətta onların boyunlarında həlqə olacaq, yazılacaq ki, Rəhmanın azadlıları. Və onlar bundan utanacaqlar cənnətə girəndə. Və Allah Azza və Cəllə onu da onlardan izalə edəcək, götürəcək. Bunu biləndən sonra artıq bunu anlamaq bizə çətin olmur. Yəni necə? Əgər Allah Azza və Cəllə rəhməti ilə cənnətdə boş qalan yerlər üçün yeni məxluqlar xəlq edəcəksə, öz rəhməti ilə cəhənnəmdə böyük bir müddət əzab çəkəndən sonra müsəlmanlardan təbii ki, söhbət müsəlmanlardan gedir. Bir zümrəni, hansı ki Allah üçün heç bir əməl etməyiblər, əməlləri la ilahə illallah olub. Çünki başqa hədisdə gəlir o. Allah Azza və Cəllə sonda onları çıxaracaq öz rəhməti ilə. Və həmçinin dördüncü əsas olaraq cənnətə və cəhənnəmə imanın rukunlarından, əsaslarından birisi də budur ki, biz etiqad etməliyik ki, cənnət nemətləri və cəhənnəm əzabından heç bir şey yer üzərində yoxdur. Onun mislində, ona oxşar, ona bənzər yer üzərində heç nə yoxdur bir şeydən başqa. O da həmin nemətlərin və həmin əzabın adı və salam. Ona görə İbn Abbas radiyallahu anhuma deyir ki, leysə fil cənnəti şeyun mimmə fid dünya illəl əsmə. Cənnətdə yer üzündə olan şeylərdən heç bir şey yoxdur. Addan başqa. Oxşarlıq yalnız addadır. Məsələn, cənnətdə nar olacaq, olacaq. Süd olacaq, olacaq. Bal olacaq, olacaq. Amma o bal, o süd, bizim bildiyimiz bal, süddür, cavab budur ki, yox. Yəni, təmiz ayrı bir şeydir, bəli. Yalnız oxşarlıq addadır. Keyfiyyətdə heç bir əlaqəsi yoxdur. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm hədis-i qudusda deyir ki, Allah Azza və Cəllə belə dedi. Mən salih qullarıma cənnət nemətlərini hazırlamışam. O nemətlər ki, lə aynun ra'at və lə uzunun səmiat və lə xatara alə qalbi bəşər. Heç bir göz onu görməyib. Heç bir qulaq o barədə eşitməyib və o nemətlər heç bir bəşər övladının ağlına, xəyalına belə gəlməyib. Fikir verin. Yəni, məsələn, süd, bildiyimiz dünya südü. Biz onu görmüşük və elə nemətlər var, ola bilsin görməmişik, eşitmişik. Və elə nemətlər var, görməmişik, eşitməmişik, bəlkə də yoxdur, xəyal edə bilirik. Cənnət nemətləri o nemətlərdir ki, insan onu xəyal edə bilmir. Onu görməyib, heç bir göz və eşitməyib. Oxşarlıq yalnız addadır və sual verilsə ki, hikmət, səbəb nədir? Şeyxülislam İbn Teymiyyə rəhməhullah bunu açıqlayır. Yəni, səbəb nədir ki, Allah Azza və Cəllə cənnət nemətlərinin adlarını dünyada olan nemətlərlə müştərək edib. Deyib, cənnətdə sizin üçün salxımları, sallanan banan ağacları, altından çaylar axan, yəni çay, banan, süd, bal və s. Zeyd, aydındır. Şeyxülislam rahimehullah deyir ki, çünki Quran və sünnə, yəni Allahın xitabı insana müvafiq olmalıdır.
Bu zehni bir şeydir. Allah Azza və Cəllə öz kitabında cəhənnəm neməti olaraq, cəhənnəm əzabı olaraq, cənnət neməti olaraq başqa bir ad zikr etsəydi, o ad ki, insan onu təsəvvür edə bilmir. Məsələn, hər hansı bir söz deyib, ağlınıza gələn bir söz, mənası olmayan. Heç insanın, Şeyxülislam Rahimullah belə deyir, heç insanın nəfsi ona can atardı, həmin nemətə. Təsəvvürün Quranda bir nemət zikr olunub, adı nəsə bir ad. Nə istəyirsən dinə? Özündən 2 dənə samiti, 3 dənə saiti qoy yan-yana, nəsə bir kəlmə dinə. Mənası olmayan bir söz. İnsan oxuyur, heç bir mənası yoxdur. Heç nə oradan anlamır. Heç insanın nəfsi ona çəkərdi, çəkməzdi. Ona görə Allah Azza və Cəllə yalnız adlarda müştərək edib ki, insanın nəfsi ona çəksin. Keyfiyyətə gəldikdə isə cənnət nemətlərinin və cəhənnəm əzabının dünyadakı əzabla, dünyadakı nemətlərlə heç bir əlaqəsi yoxdur. Sual, hətta cəhənnəm odunun yer üzündəki odla da əlaqəsi yoxdur və heç bir əlaqəsi yoxdur. Oxşarlıq yalnız addadır. Aydındır. Və bu 4 şeydir, yəni insan etiqad etməlidir qısa olaraq. Cənnət və cəhənnəm yaradılıb, hal-hazırda var. Və ikincisi, onların hər ikisi də əbədidir. Və üçüncüsü, Allah Azza və Cəllə hər ikisini də dolduracağını vəd edib və Allah vədinə xilaf çıxmır. Və dördüncüsü, cənnət nemətləri və cəhənnəm əzabı yer üzündə olan əzab və nemətlər arasında oxşarlıq yalnız addadır. Və doğrusunu Allah bilir. Və sallallahu alə Muhammed və alə alihi və sahbihi və səlləm.